Hər vaxtınız xeyir, xoş gördük. Bugün, deməli, çox maraqlı bir mənbəyə baş vuracağıq. Mövzumuz torpağın canlandırılması, yəni sağlamlığının necə bərpa edilməsidir. Gəlin görək bu işin sirləri nədən ibarətdir? Torpağınız yorulub, məhsul niyə azalır? Baxın, bu yəqin ki çoxlarına tanış bir sualdır. Bütün zəhmətə, çəkilən əziyyətə baxmayaraq, elə bir torpaq get-gedə gücdən düşür, nəticədə də məhsul azalır. Yaxşı, bəs bunun əsl səbəbi nədir? Gəlin problemin, necə deyərlər, lap kökünə enək və baxaq görək mənbəyimiz bu haqda nə deyir. Deməli, ilk olaraq mənbə bizi problemin tam mərkəzinə aparır və buna torpağın səssiz mübarizəsi deyir. Düşünün, bu elə bir mübarizədir ki, biz onu gözümüzlə görmürük, amma əkdiyimiz hər bir məhsulun taleyi məhz o mübarizədən asılıdır. Gəlin indi baxaq, bu səssiz döyüşün əsl səbəbləri nədir? Baxın, mənbə bir neçə əsas günahkarı göstərir. Məsələn, pH balansı pozulanda nə olur? Təsəvvür edin ki, torpaqdakı bütün faydalı maddələr bir sandıqdadır, amma açarı itib. pH pozulanda bitki o sandığı aça bilmir, qidaya çata bilmir və ya məsələn, torpaqda bioloji aktivlik aşağı olanda bu o deməkdir ki, torpağın canı yoxdur, faydalı mikroblar işləmir. Bütün bunlar üst-üstə yığılır və bitki üçün daimi bir stres yaradır. Elə bil ki, davamlı xəstə olan bir orqanizmə bənzəyir. Yaxşı, bəs bütün bu problemlərin öhdəsindən gəlmək olar? Yəni, bu səssiz mübarizədə torpağa kömək edib qalib gəlmək mümkündür? Mənbəmiz deyir ki, bəli, mümkündür. İndi keçirik ikinci hissəyə, mənbənin möcüzəvi güc adlandırdığı bir həll yoluna. Görəsən nədir bu möcüzəvi güc? Gəlin aydınlaşdıraq. Aha, deməli sir hümik və filvik turşularındadır. Yəqin çoxlarınız eşitmisiniz. Bu əslində təbiətin öz möcüzəsidir. Təsəvvür edin, hümik turşuları torpaq üçün neynir? Onu eyni ilə bir mətbəx süngəri kimi edir. Yumşaq, məsaməli və suyu canına çəkən. Filvik turşuları isə onlar super sürətli kuryerlər kimidir. Torpaqdakı qida maddələrini götürüb birbaşa bitkinin kök hüceyrələrinin, necə deyərlər, qapısına çatdırır. Biri torpağa hazırlayır, o biri isə qidanı daşıyır. İndi mənbə bizə iki fərqli yanaşma, iki fərqli formula təqdim edir. Birincisi, belə deyək, baza versiyadır. Qumat Plus. Bu, sırf torpağın özünü sağaltmaq, onun strukturunu yaxşılaşdırmaq üçündür. Yəni, torpağın təməlini gücləndirir. İkincisi isə Qumat Kombi Mixdir. Bu, sadəcə torpağı sağaltmır, həm də bitkiyə birbaşa vitamin kompleksi verir. Yəni, təmələ əlavə olaraq içində dəmir, zink kimi mikroelementlər var ki, bitkiyə əlavə güc versin. Biri təməl müalicədir, o biri isə həm müalicə, həm də gücləndirici vitamin. Yaxşı, hər şey aydındır. Bəs bu maddələri torpağa verdik. Sonra nə olur? Mənbə deyir ki, bu sadəcə bir fayda gördüm, vəssalam deyil. Xeyr, bu eyni ilə domino daşları kimidir. Birini itələyirsən, o biriləri də bir-birinin ardınca aşmağa başlayır. Zəncirvari bir reaksiya. Gəlin indi bu zəncirin halqalarını bir-bir nəzərdən keçirək. Deməli, birinci domino daşı təbii ki, torpağın özüdür. Hər şey buradan başlayır. Mənbəyə görə bu maddələr torpağı sözün əsl mənasında dirçəldir, pH-ı tənzimləyir, faydalı mikrobları oyadır. Nəticədə torpaq elə bir vəziyyətə gəlir ki, sanki bitkinin kökləri üçün 5 ulduzlu, hər şey daxil bir otelə çevrilir. Rahat, qidalı və təhlükəsiz. Yaxşı, bitki bu 5 ulduzlu oteldə yaşayanda nə baş verir? Təbii ki, güclənir. İkinci domino daşı da budur. Mənbə vurğulayır ki, belə şəraitdə böyüyən bitkilər daha dözümlü olur. İstiyə, soyuğa, xəstəliklərə qarşı sanki təbii bir immunitet sistemi formalaşdırır. Elə bir ki, öz daxili müdafiə qalxanını gücləndirmiş olur. Və gəldik zəncirin son, amma bəlkə də ən vacib halqasına, yəni məhsulun özünə. Bütün bu zəhmətin son nəticəsi nə olur? Mənbə deyir ki, nəticə göz qabağında olur. Məhsul daha keyfiyyətli, daha dadlı, görünüşü daha yaxşı olur. Hələ bu harasıdır? Rəfdə daha uzun müddət təzə qalır. Və ən əsası, bütün bunların yekununda məhsuldarlıq da artır. Baxın, mənbə bütün bu faydaları toplayıb və ümumilikdə 13-dən çox əsas fayda müəyyən edib. 13. Bu sadəcə bir rəqəm deyil, əslində. Bu o deməkdir ki, bu yanaşma tək bir yeri yox, torpaqdan tutmuş son məhsula qədər bütün prosesi əhatə edir. Hər tərəfli bir təsirdən söhbət gedir. Əlbəttə, bütün bunlar qulağa çox xoş gəlir, elə deyil? Amma bilirəm, təcrübəli adam üçün təkcə söz kifayət eləmir, sübut da lazımdır. Odur ki, gəlin indi 4-cü hissəyə keçək və görək bu iddiaların arxasında hansı rəsmi sənədlər, hansı testlər və sertifikatlar dayanır, yəni sübutlara baxaq. Və görürük ki, mənbənin əsaslandığı dəlillər heç də təsadüfi deyil.
Məhsulun arxasında ölkənin ən mötəbər qurumları dayanır. Söhbət Azərbaycan Milli Elmlər Akademiyasından, Qida Təhlükəsizliyi İnstitutundan, hətta İqtisadiyyat Nazirliyindən gedir. Yəni elmi, təhlükəsizlik və iqtisadi tərəfdən məsələyə baxılıb və təsdiqini tapıb. Bax, bu cədvəl məncə hər şeyi çox aydın göstərir. Bu sadəcə bir yığın kağız deyil, bu bütün mərhələlərdən keçmiş bir yoxlama prosesidir. İqtisadiyyat Nazirliyi fəaliyyət göstərə bilər deyir, Elmlər Akademiyası elmi əsası var deyir, Qida Təhlükəsizliyi İnstitutu isə tərkibi təmizdir, təhlükəsizdir deyir. Yəni, bu əslində tam bir etibar paketidir. Yaxşı, nəzəriyyəni anladıq, sübutları da gördük. Amma ən vacib sual, bəs bunu tarlada, sahədə necə tətbiq etməli? İndi gəlin sonuncu və ən praktiki hissəyə keçək. Görək bu elmi biliyi real nəticəyə çevirmək üçün nə etmək lazımdır? Mənbə bizə 3 əsas tətbiq üsulu təklif edir. Deməli, birincisi suvarma sistemləri ilə, yəni damcı üsulu ilə birbaşa kökə vermək olar. Bu, ən səmərəli yollardan biridir. İkincisi, çiləmə üsuludur. Məhlulu hazırlayıb yarpaqlara çiləyirsən. Bu da bitkiyə, necə deyərlər, təcili yardım kimi təsir edir. Və üçüncüsü, birbaşa torpağın özünə vermək. Bu da əsasən torpağın strukturunu yaxşılaşdırmaq üçün uzun müddətli bir investisiyadır. Hər üsulun öz yeri var. Amma təbii ki, ən yaxşı nəticə üçün dəqiqlik şərtdir. Gözəyarı iş görmək olmaz. Məhz buna görə mənbə 2 dənə çox praktik alət təqdim edir. Birincisi, doza kalkulyatoru. Sahənizin ölçüsünə görə nə qədər məhsul lazım olduğunu dəqiq hesablayır. İkincisi isə regional təqvimdir. Bilirsiniz ki, Lənkəranın iqlimi ilə Şəki-Zaqatalanın iqlimi eyni deyil. Bu təqvimdə məhz hansı bölgədə, hansı ayda başlamağın daha doğru olduğunu göstərir. Bu, artıq peşəkar yanaşmadır. Beləliklə, bütün bu məlumatlardan sonra gəldiyimiz əsas nəticə bəlkə də budur. Biz çox vaxt diqqətimizi bitkiyə, onun yarpağına, meyvəsinə yönəldirik. Amma mənbə bizə bir daha xatırladır ki, hər şeyin təməlinə, yəni torpağa baxmaq lazımdır. Və yekun olaraq bu sual üzərində düşünməyə dəyər. Bəlkə də daha yaxşı, daha bol məhsulun sirri elə ayağımızın altındakı torpaqda gizlənib.